Peskovun fikirlərində İranı müdafiə etməsi və İranın nüvə proqramının sülh yolu ilə həllinə dair çağırışı hesab edirəm ki, Tehran və Kreml arasında olan müttəfiqlik münasibətlərindən irəli gəlir və yada salaq ki, Trumpın inaugurasiyasından bir neçə gün öncə güclü surətdə bizim regionumuzda strateji tərəfdaşlıq bəyannamələri imzalandı. ABŞ, Ermənistan, bəli, Rusiyada İran. Rusiya, İran, bir qədər də öncə Ukrayna, Böyük Britaniya. Yəni bu sanki Trumpa qədər dövlətlər öz hazırlıqlarını görürdülər və İran-Rusiya strateji tərəfdaşlığı haqqında sənədin imzalanması müəyyən müddətə təxirə salınırdı və tez surətdə bu nümayəndə heyətləri razılaşdılar müəyyən mövqelərdə və Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla bizim regionumuza da təsir edir bu bəyannamə. Amma maraqlı məqam bundan ibarətdir ki, son dövrlər ABŞ ilə İran arasında gərginlik kifayət qədər güclənib və ekspertlər də bildirirlər ki, Trump Rus-Ukrayna müharibəsini iki məqsədə görə nizamlamaq istəyir. Bir, daxili rektorata söz verib, bu vədini yerinə yetirməlidir. Tez bir sürətdə ən azından atəşkəsin elan olunması Trumpın siyasi imicə müsbət təsir göstərəcək. İkinci isə təxirə salınmış hansısa bir plan var və o planın icrasına təcili başlamaq lazımdır. Burada Şimali Koreya, Çin, Tayvan və yaxud İran məsələsi ola bilər, mümkün senarilər. O cümlədən də Yaxın Şərq mövzusu və burada o Riviera formalaşdırmaq istəkləri və yerli əhalinin köçürülməsi problemləri. Amma mənə elə gəlir ki, get-gedə İran mövzusu daha gündəliyə çıxır və elə Amerika Birləşmiş Ştatları özü İran nüvə proqramı ilə bağlı təkliflərlə çıxış elədi ki, biz danışıqlara hazırıq. Maraqlı məqam bundan ibarətdir ki, İran tərəfi bunu rədd elədi və bildirdi ki, bizimlə təhdid dilində, müəyyən göstəriş dilində danışmaq olmaz. Danışıqlara hazırdılar, yalnız birbaşa yox, hansısa geosiyasi aktör burada iştirak edə bilər. Elə həmən Rusiya, Çin, Avropa İttifaqı, yəni birbaşa dialoq olmasın. Bu İranın istəyidir. Amma danışıqların olmaması məlumdur ki, daha çox ritorikanın sərtləşməsinə və gələcəkdə hansısa eskalasiyalara və gərginliyə gətirib çıxara bilər. Əlbəttə ki, bu bizim regionumuza təsir edir deyə hesab edirəm ki, mümkün qədər danışıqlar, sülh, dinc yollarla bütün məsələlərin həlli ən uyğun seçim variantıdır. Lakin burada İran tərəfinin nüvə proqramı ilə bağlı heç bir danışıqlara getməməsi, əlbəttə ki, Trump nə qədər sülhpərvər kimi özünü göstərməyə çalışsa da, Yaxın Şərq, Rus-Ukrayna mövzusunda biz görürük ki, onun çox sərt çıxışları var, xüsusilə Qrenlandiya mövzusunda, İran mövzusunda və tamamilə başqa bir ABŞ siyasətini biz görə bilərik. Bu da əlbəttə ki, hərbi müdaxilələrdən tutmuş, hansısa İranın nüvə proqramının birbaşa ləğvinə yönəlmiş məsələlər də ola bilər, amma deyək olmadı, razılığa gəlinmədi İlyas bəy heç bir formada. Yəni nə Birləşmiş Ştatlar geri addım atmadı, nə də ki İran, yəni görünən odur əslində. Yaxın Şərqdəki digər ölkələrlə, yəni Fələstinlə olan, Suriya ilə olan məsələ, Livanla, Yəmənlə olan məsələlər onlardan daha çoxmu ağrılı ola bilər? Yəni İranla münaqişəyə girirsə, necə düşünürsünüz? Əlbəttə, İran çünki bu söylədiyiniz bütün coğrafiyalarda Fələstin, Livan, Suriya, İran burada iştirak edir bu və digər formada. Proksi qüvvələri ilə. Və İsrail tərəfi oktyabr hadisələrindən sonra düşünür ki, bu məsələni bir tərəflə, yəni tam köklü həll eləmək üçün İran təhdidini neytrallaşdırmaq lazımdır. Amma burada əvvəlki dövrlərdə, deyək ki, Biden dövründə İran və İsrail arasında dövlətlərin bir-birinə qarşı dron, raket hücumları baş verirdisə, bu kifayət qədər razılaşdırılmış və yaxud xəbərdar edilməsi ilə tərəflərin baş verildisə, hazırda ABŞ-ın birbaşa münaqişəyə başlaması və hərbi intervensiya yeni bir mərhələni başlaya bilər.